Bizlər Əhl-i Beyt haqqında çox söz deyə bilərik. Böyük alimlərdən biri şeytanı bənzədir Allah qapısının itinə. Deyir ki, şeytan Allah qapısının itidir. Həmən o qapıya varmaq üçün də Allah qapısına biz məhrəm olan, həmən qapıya məhrəm olan şəxsin əlindən tutmalıyıq, o qapıya getməliyik. Necə ki, bir evə gedərkən darvazanı döyürük, it hürür. Həmən ev sahibi olmalıdır ki, gəlsin bizi həmən o qapıdan keçirsin içəri. O cürdür ki, Allah qapısı da o cürdür. Həmən biz də kimin əlindən tutmalıyıq ki, o it bizə toxunmasın? Əlbəttə ki, Əhl-i Beytin. İmam Hüseyn əleyhissalamın, İmam Əli əleyhissalamın, İmam Həsən əleyhissalamın və s. 12 imamın əlindən biz tutmalıyıq ki, bizi Allah qapısından keçirsin. Əhl-i Beytsiz bu mümkün deyil. Kim ki deyir, Əhl-i Beyt, mənə Əhl-i Beyt lazım deyil, o batdı. Həmən o Allah qapısından heç vaxtı keçə bilməyəcək. Özünü aldatmasın. Yalandan deməsin ki, yox, mən keçəcəm, mənə Quran kifayətdir, mənə filan şey kifayətdir. Xeyr. O qapıdan, Allah qapısından keçmək üçün nə lazımdır? Əhl-i Beyt lazımdır. Şeytan çünki oturub o qapıda. Özümdən də demirəm, Quran-ı Kərimdə. Şeytan dedi, İlahi pərverdigar, oturacam sənə qarşı gələn bəndələrin qarşısında, sənə tərəf gəlməyə qoymayacam. Quran-ı Kərimdən ayədir. Əgər ki, Əhl-i Beytin əlindən biz tutmasaq, vay bizim halımıza. Biz o qapıdan, Allah qapısından heç vaxt keçə bilməyəcəyik.